Salam hər kəsə. Bugünkü dərsimiz Linux-da ən vacib məsələlərdən, ən vacib mövzulardan biridir. Proseslərdir, yoldaşlar. Proseslər nədir? Onun haqqında danışacağıq. Bu dərs inşallah çox yaxşı bir dərs olacaq və hər şeyi ən incə ayrıntısına qədər izah edəcəm. Yəni təkcə RHCC mövzusunda, yəni səviyyəsində deyil. Yəni daha artıq mən sizə məlumatlar verəcəm. Birinci danışaq, Linux-da baş verən hər bir şey, hər bir proses əmələ gətirir. Bu nə deməkdir, yoldaşlar? Yəni ki, yəni Linux-a daxil etdiyimiz hər bir komanda, hər bir şey bir arxa fonda bir proses əmələ gətirir. Ona görə də proses management Linux-da çox vacib məsələ hesab olunur. Yəni istər bu intervyularda sizə bu proseslər mövzusundan sual verəcəklər %100, istərsə də yəni real iş mühitində sizə çox vacib məsələlərdən biridir. Prosesləri biz 3 yerə bölərik, yoldaşlar. Birinci shell joblar, daha doğrusu bölə bilərik deyəndə ki, yəni 3 növ hesab etmək olar. Birinci shell joblardır, ikinci daimonlardır, üçüncü isə threadlərdir. Shell joblar belə deyim, yoldaşlar, bir userin hər hansı bir komandanı run etdiyi vaxt əmələ gələn, arxa fonda olan proseslərə deyilir. İkinci daimonlardır. Daimonlar müxtəlif servislərin əmələ gətirdiyi proseslərdir. Biz bu prosesləri, yoldaşlar, top komandası ilə görə bilərik. Əslində çox görmürlər. İndi bunlardan bir top komandasıdır. Top komandasında burada çoxlu proseslər var, onları görürük. Belə. Və həmin bu top komandasının içində baxdığımız zaman, yoldaşlar, burada göstərim sizlərə. Bu proseslər haqqında müxtəlif məlumatlar verilib. İstər PID olsun, user olsun, priority olsun, nice dəyəri olsun, yəni və daha nələr. Bunların hamısı haqqında indi ətraflı məlumat verəcəm. Biz proseslərə təkcə top komandası ilə deyil, həmçinin ps aux komandası ilə də baxa bilirik. ps aux komandası ilə də baxanda həmin proseslər görsənir. ps aux komandası ilə baxanda, yoldaşlar, bu sağ tərəfdə, ən sağ tərəfdə bu mötərizənin içində gördüyümüz threadlər adlanır. Sual oluna bilər ki, bəs threadlərlə proseslərin fərqi nədir? Bu arada bu üçüncü demişdim ki, üçüncü şeydəki, yəni proseslərin üçüncü növü threadlər adlanır. Həmin bu threadlər sual oluna bilər ki, daimonlardan fərqi nədir, yoldaşlar? Belə deyim də, biz prosesləri idarə edə bilərik. Bu sual ən çox verilən suallardan biridir. Threadlərlə, yəni normal proseslərin fərqi nədir də? Yəni biz normal prosesləri idarə edə bilirik. Yəni məsələn, sistemli prosesləri. Yəni bu sistemli proseslərini start, stop, restart, enable, disable, məsələn, systemctl, məsələn, enable, sshd komandası, buna misal göstərə bilərik. Lakin biz threadlərə müdaxilə edə bilmirik, fərqi ondan ibarətdir. Çünki bu kernel tərəfindən işləyir və biz bunu ancaq görə bilirik. Threadlərin Linux tərəfindən yaradılan sanki bir joblardır, yəni bir işi yerinə yetirir və hərəsinin bir funksiyası var. Hərəsi bir işi yerinə yetirir, bir işi görür. Məsələn, sən get filan işi gör, sən get digər kəsi başqa bir şey görsün. Linux əmr verir və bu threadlər də gedir həmin işləri görür. Daimonlar isə serverlər tərəfindən yaranan proseslərdir. Yəni biz hansısa bir servisi start-stop edəndə əslində həmin daimonları start-stop etmiş oluruq. Məsələn, bayaq dediyim kimi, systemctl status
SSHD, system.ctl status SSHD yazsaq, biz SSH-ın statusuna baxmış oluruq. Sonra yoldaşlar sizə nə edeyim? Yoldaşlar, bir də ki, biz bunları mütləq yaxşı bilməliyik, yəni hətta yaxşı öyrənməliyik də. Bizdən nə vaxtsa soruşsalar ki, hansı servisləri tanıyırsan və ya hansı prosesləri bilirsən, biz çox rahatlıqla deyə bilməliyik ki, shell joblar, daimonlar, threadlər və onları rahatlıqla bizdən soruşanda biz onları izah edə bilməliyik ki, bu nə üçündür, bu nə üçündür. Sonra yoldaşlar, nədən danışım? Shell jobların idarə olunmasından mən sizə danışım. Biz hər hansısa bir komandanı run edəndə, misal üçün, sleep 3600 olsun. Sleep 3600. Enter basaq. Bu bizim shellimizi tutur, yəni terminalımızı tutur. Yəni gördüyünüz kimi biz burada heç bir şey eləyə bilmirik. Yəni biz bu terminala şeylə müdaxilə eləyə bilmirik. Bu cür komandalara nümunə olaraq, misal üçün, rsync göstərə bilərik, copy-ni göstərə bilərik, copy komandası və s. digər komandaları misal göstərə bilərik. Bu cür komandalar shell joblar deyirik. Lakin bu cür jobları biz background-da ata bilərik. Necə, yoldaşlar? Əvvəlcə bunu mən eləyim. Background ata bilərik. Bunu da indi göstərəcəm sizə. Amma əvvəlcə gəlin bunu stop eləyək. Ctrl Z ilə biz bunu stop eləyə bilərik. Və jobs komandası versək, yoldaşlar, görərik ki, həmin bizim o başlatdığımız job mövcud, amma stop olunub. Biz bunu, belə deyim, yoldaşlar, arxa fonda ata bilərik. Misal üçün, gəlin bunu biz birinci kill eləyək. Bu yaratdığımız jobu. Kill -9. Prosesləri -9 ilə, yəni 9 siqnal göndərməklə biz kill eləyə bilirik. Və gəlin belə eləyək, yoldaşlar. Biz bunun ID-sini görmək üçün əvvəlcə biz bunu, yoldaşlar, gəlin belə eləyək. Əvvəlcə biz bunu start eləməliyik. Start eləmək üçün də deməli, yoldaşlar, biz bura gəlin əvvəlcə bir dənə komanda yazaq. Sleep olsun 2000. Axırına da ampersand işarəsi yazırıq göstərmək üçün. Görürsünüz, yoldaşlar, Sleep 2000 yazdıq və o bizə onun ID-sini verdi və biz bunu background-a elə ki, bir növ background-a atmış olduq. Bu zaman ona bir proses ID təyin olunur. Baxın, bu 5794 onun həmin o yazdığımız komandanın, həmin prosesin proses ID-sidir, PID-sidir. Və sonra bu joblara baxmaq üçün jobs komandasını yazırıq. Burada görürsünüz, yoldaşlar, 2 dənə bizim artıq jobumuz var. Görürük ki, axırıncı yazdığımız, background atdığımız, daha doğrusu, bir jobumuz run'dır, o hansı ki, axırıncı yazdığımız komanda. O birisi stop'dur. Düzdür, yoldaşlar. Və bu cür joblar background joblar sayılır. Və həm də öndə işləyən joblara isə, yoldaşlar, foreground deyilir. Bu yazdığım joblara, yəni arxa fonda işləyən joblara background joblar deyilir. Öndə işləyən joblara isə foreground joblar deyilir. Və biz bu jobları F2 komandası ilə baxa bilərik. Və F2 yazsam, yoldaşlar, görürük ki, Sleep 3600 foregroundda qalır. Biz bunu, yoldaşlar, Ctrl C ilə tamamilə kill etmiş, yəni tamamilə silə bilərik. Və bunu təzədən jobs komandasını yazsaq, görərik ki, artıq həmin o 3600, Sleep 3600 yazdığımız
komanda, yəni həmin proses yoxdur artıq. Amma arxa fonda yoldaşlar, arxa fonda bizim Sleep 2000 komandamız işləyir. Bu belə deyim də yoldaşlar, bu Foreground komandası, bu komanda bizə öndə olan, yəni ən sonuncu hansıdırsa onu bizə göstərəcək. F2-ni yazsaq yoldaşlar, bayaq yazdığımız kimi görürsünüz yoldaşlar, bir dənə də onsuz da bizə onu göstərir. Bayaq burada 2 dənə idi. Biz F2 yazdıq. Bizə şey göstərdi yoldaşlar. 3600 göstərdi. İndi burada F2 yazırıq və bizə bir dənə proses olduğu üçün, bir dənə job olduğu üçün hələ ki 2000-i göstərir. Biz bunu Ctrl-C ilə bunu da tamamilə silmiş ola bilirik. Və jobs yazsaq, gördüyümüz kimi artıq bu da yoxdur. Deməli yoldaşlar, Ctrl-Z yəni həmin prosesi stop edir, yəni silmir. Amma Ctrl-C bassaq, Ctrl-C-də yəni bu tamamilə həmin prosesi kill edir, öldürür. Sonra nədən danışayım yoldaşlar? Əgər belə deyim yoldaşlar. Gəlin göstərim. Mən bura misal üçün yazsam Sleep 3500 ampersan işarəsi qoysam bu işləyir. Düzdür. Və Sleep 2000 yazın. 2500 olsun. Enter basın. Və bunu öldürmürəm, Ctrl-Z eləyirəm. Nə təmizləyim, yaxşı görsənsin. Jobs yazıram. Gördüyünüz kimi 2500 yazdığımı bayaqlar stop elədim. O birisi isə hələ də işləyir. Əgər yoldaşlar, mən bax, belə deyim. F2 yazsam, yəni ID-si 1 olan jobumuz önə gələcək. Və Ctrl-C eləsəm, bunu yenə kill etmiş olacağıq və jobs yazsam, bunu da görmüş olacağıq. Gördünüz yoldaşlar. Sonra sizə nəyin deyim yoldaşlar. Elə bir proseslər ola bilər ki, yoldaşlar da biz komanda verək və o bizdən hər hansısa bir dəyəri, yəni inputu girməmizi tələb etsin. Gəlin əvvəlcə yoldaşlar, bunu burada təmizləyim. Elə bir komanda verə bilərik ki, o bizdən, o komandanı verəndən sonra bizə input girməyimizi tələb etsin, yəni gözləsin. Elə bir hal ola bilər ki, biz istəyə bilərik ki, bizim o həmin yəni komanda verəndə bizim o prosesimiz dayanmasın, amma həmin o mərhələni keçsin. Buna ən sadə nümunəni necə göstərə bilərik yoldaşlar? Biz belə olanda həmin anda Ctrl-D düyməsini basmaqla həmin o iki stepi pass etmiş olur, keçmiş olunur, bypass edirik, keçirik o prosesi. Gəlin sizə belə bir şey göstərməyəm yoldaşlar. Məsəl üçün mən cat bu cür yazsam, file text yazsam. Görürsünüz yoldaşlar, burada məndən bir dəyər girməyimi istəyir. Əgər mən bura yazsam, misal üçün yazıram mən hər gün Linux öyrənirəm. Və enter bassam, gördüyünüz yoldaşlar, enter bastım. Komanda davam edir. Yenə məndən input girməyimi istəyir. Əgər mən Ctrl-D düyməsini bassam və həmin mərhələni keçmiş olur və
Biz gəlib cat file.txt-yə baxsaq, görərik ki, file.txt faylımızın içində həmin yazdığımız dəyər input orada görsənir. Gəlin bunu silək təzədən. İndi biz əgər yazsaq bu cür, yazsaq və bizdən yenə input girməmizi tələb eləsə, biz Ctrl-D bassaq, görərik ki, bizim həmin o file.txt faylımız yarandı, amma onun içinə biz baxsaq, yoldaşlar, görərik ki, içi boşdur. Yəni, biz həmin prosesi keçmiş olduq. Yəni, bizdən gözləmədik ki, bizdən nəsə input girməmizi istəsin. Sonra yoldaşlar sizə yenidən danışım. Deməli. Sizə parent proseslərdən və child proseslərdən danışım yoldaşlar. Bir proses yarananda onun parenti bir də child olur. Elə ola bilər ki, elə bir hal ola bilər ki, bizim parent prosesimiz məhv olsun, yəni ölsün, tamamilə məhv olsun. Bu Reta 8 ilə gələn bir şeydir yoldaşlar. Reta 8-dən öncə parent proses ölürdüsə, child proses qalırdı başsız, yəni yetim qalırdı. Və bu prosesə orphan proses deyilirdi. Lakin Reta 8 və Reta 8-dən sonra gələnlərdə isə child proses avtomatik sisteminin child prosesi olur. Yəni yetim qalmır da, yəni orphan proses sayılmır. Biz əgər ps-ef komandası versək, orada gördüyümüz PPID, yəni parent proses ID-ni görə bilərik. Gəlin yoldaşlar, izah edeyim sizə. Biz ps-ef komandası versək, qalxaq yuxarı. Görürsünüz yoldaşlar, burada PID var, bir də parent PID var. Bu nədir yoldaşlar? Bu o deməkdir ki, bu sıfır yazılan birin parentidir. Yəni, bir nömrəli proses, sıfır nömrəli prosesdən əmələ gəlib. Yəni, sıfır birin parentidir, bir də onun child'ıdır. Sonra burada baxsaq, 2 də sıfırdan əmələ gəlib. 3 2-dən əmələ gəlib, 4 2-dən əmələ gəlib, 7 2-dən əmələ gəlib. Bax belə. İndi yoldaşlar, belə deyim, proses ID 1 olan və proses ID-si, burada gördüyümüz proses ID-si 1 var. Bu, sisteminin proses ID-sidir. Yəni, sistem daimındadır da, belə deyim, yoldaşlar. Yəni, hər şeyi, bütün bu prosesləri qaldıran odur. Bu run olur və gedir digər servisləri, digər prosesləri qaldırır. Sisteminin proses ID-si 1-dir. Və onun parenti də bəyan etdiyim kimi, parent ID-si də 0-dır. Və sual oluna bilər ki, bəs bu 0 var, bu 0. Bu 0 nəyin ID-sidir? Bu, yoldaşlar, Linux boot prosesindəki init prosesdir. Və buna initdi deyirik. Bu, Linux prosesinə aid bir mövzudur, yoldaşlar. Biz bu mövzunu ayrıca mən bir dərs hazırlayacağım inşallah. Linux boot proses adlı bir dərs hazırlayacağım. Orada bunu ətraflı mən sizə izah edəcəm. Amma qısaca deyə bilərəm ki, yoldaşlar, gəlin belə göstərim də. Biz Google'da Linux boot proses yazsaq, şəkillərə baxa bilərik. Görürsünüz yoldaşlar. Hətta və aça bilsən. Aha. Deməli yoldaşlar. Qısaca demək olar ki, birinci BIOS yüklənir. BIOS gedir, MBR-ı yükləyir, MBR-ı. MBR özündə qrabı saxlayır və qrabı yükləyir.
Grab da gedir öz növbəsində kerneli işə salır, kerneli run edir. O da run olanda bir proses əmələ gəlir. Gedir run levelləri işlətməyə başlayır. Run levelləri. Daha doğrusu, yoldaşlar üzr istəyirəm. Deməli Grab işə düşür. Grab işə düşəndən sonra gedir kerneli yükləyir. Kerneldə gedir bu gördüyünüz ezbin init komandasını execute edir, yəni işə salır. Ezbin init komandasını run edir. O run olanda bir proses əmələ gəlir. O proses gedir run levelləri işlətməyə başlayır və gedir baxır görürsən ki, sən default olaraq gedir baxır görür ki, sən hansı default olaraq hansı run leveldəsən. Misal üçün, sən əgər 3-cü run leveldəsənsə, biz buna multi-user target deyirik. O baxır 3-cü run leveldəsən və onu qaldırır. Və onunla birlikdə systemd qalxır. Və systemd ilə bağlı olan bütün proseslər də qalxır. Həmin init prosesin ID-si 0-dır. Və bu init prosesi özü qaldırır o sistemdini. Və özü qaldırandan sonra isə öz işini görür və ölür. Və ona görə də biz bu init prosesi görmürük. Initdini görmürük, yəni sıfırı görmürük. Ancaq orada onun ID-sini görə bilirik. Bax burada. Sonra yoldaşlar sizə nə deyim? Sonra biz misal üçün sleep belə bir şey yazsaq yoldaşlar. Sleep 1500. Bir saniye. Belə bir şey yazsaq yoldaşlar. Burada həmin onun proses ID-sini görürük. Hər hansı bir proses daha detallı sonra biz yoldaşlar əgər yazsaq, pid of sleep yazsaq, sleep'ə dair bütün prosesləri daha doğrusu belə deyim də pid of sleep yazsam. Həmin bu sleep'in proses ID-sini göstərəcək. Görürsünüz yoldaşlar. Bu da kill etmək istəyəndə yenə -9 yazıram. Özür istəyirəm, yazmadım ID-sini. Və həmin görürsünüz artıq ölüb. Həmin o proses ölüb. Sonra yoldaşlar, hər hansı bir proseslərə də bir daha detallı baxmaq üçün proc adında bir folder var. O folderin belə deyim də yoldaşlar, o folderi biz CD ilə bu folderin içinə girsək, orada bütün proseslərin ID-lərini folderlər şəklində görə bilərik. İndi göstərəcəm və biz haqqında məlumat əldə etmək istədiyimiz prosesin ID-sini olan folderə girsək, orada müxtəlif fayl və folderlər görəcəyik. Bu həmin fayl və folderlər hərəsi bir şey haqqında məlumat verir. Misal üçün, cmd-line indi göstərəcəm yoldaşlar, darıxmayın. Cmd-line folderinə biz keçsək, onun içində cmd-line faylı var ki, o da prosesin run olduğunu, hansı prosesin, yəni həmin o prosesin hansı komanda ilə run olduğunu biz görə bilərik. Gəlin göstərim yoldaşlar onu sizə. Gəlin belə bir şey eləyək. Biz yerə bir dənə sleep komandası verək. Sleep olsun 1000. Yəni belə bir yazaq, arxa fonda işləsin. Görürsünüz, 5842 bizim proses ID-imizdir. Proses ID-imizdir, PID-imizdir. Və təmizləyək, CD, prog eləsək və eləsək. Gəlin eləsə eləyə yaxşı görək bunu. 5844-ü burada görürsünüz, görəcəyik, baxaq bir dəqiqə. Niyə görmürəm? 5844 deyilmi? Yoxsa? -5842.
Görsələr burada 5842-ni biz görürük və 5842-nin içinə girsək. Görürsünüz burada bütün proseslər ID-ləri ilə bir folderlər şəklində göstərilir. Və CD 5842 yazsam və ls eləsəm, burada görürsünüz fayl və folderlər var. Burada yoldaşlar CMD line biz əgər belə deyək, daha yaxşı görmək üçün burada CMD line var. Görürsünüz yoldaşlar. CMD line faylı var. Biz orada cat CMD line etsək, burada bizim həmin o prosesin hansı komanda ilə başlandığını göstərir. Silib min komandası ilə, yəni biz onu prosesi başlatmışıq. Misal üçün biz gəlin buradan arxaya qayıdaq. Biz əgər girsək ki, bir nömrəli, yəni systemd folderinə girsək, systemd prosesinin folderinə girsək, ls etsək, biz həmçinin burada da CMD line-i görəcəyik və cat CMD line yatsaq, görürük ki, həmin o systemd prosesi bu komanda ilə və bu komanda ilə işə salınıb. Sonra yoldaşlar sinədən danışım. Bu siqnallar var. Mən sizə dedim. Deməli, fil komandasında yoldaşlar müxtəlif siqnallar var. Bu biz siqnalları həmin görmək üçün kill-l komandası var. Mən niyə səhv yazdım? Kill-l komandası var. Burada siqnalların növlərini görürsünüz. Nə bilim, sig-hop var, sig-bus var, nə bilim, burada sig-kill var, sig-term var. Bunların hərəsi bir iş görür. Amma ən məşhur bizim istifadə elədiyimiz 9 komandasıdır ki, bu da həmin o prosesi 9 siqnal göndərərək kill edir. Bu siqnalların hamısını əzbərləməyə ehtiyac yoxdur, yoldaşlar. Lakin nəsə lazım olanda bizə bu siqnalların mənasını biz internetdən search edib tapa bilərik. Sonra yoldaşlar, nədən danışım? Sonra yoldaşlar, nohab komandası var. Nohab komandası. Nohab komandası bu əmr bizə bir prosesi terminala bağlansa belə həmin o prosesin davam etməsini təmin edir. Məsələn, indi nümunə üçün yazacağam, amma enter basmayacağam. Biz nohab Python 3 misal üçün myscript.py yazsaq, belə bir şey yazsaq əgər yoldaşlar, mən göstərim sizə. Nohab Python Python 3 myscript.py yazsam və enterə bassam, bu mənim myscript.py faylımı terminaldan asılı olmadan işlədəcək. Yəni belə deyim də, sadə də desək, terminal bağlansa belə terminalda proses dayanmayacaq da. Yəni daha doğrusu terminalda proses dayanacaq. Belə normalda biz belə nəsə komanda daxil edirik də, yoldaşlar, düzdür? Biz terminala bağlananda həmin proses dayanır. Lakin biz bunu nohab ilə verəndə həmin komandanı, o proses biz terminala bağlasaq belə arxa fonda işləyəcək. Çox gözəl bir komandadır bu. Sonra biz deyə bilərik ki, ps-aux komandası ps-ef-dən fərqli olaraq proseslər haqqında daha ətraflı məlumat verir. Bunu da bəyalar göstərdim. Sonra ps-fax komandası var. Bu da çox qəşəng komandadır, yoldaşlar. Onu da göstərim sizə. ps-fax komandası.
Bu komanda prosesləri sanki bir belə deyim də, lore ilə desək, ağacın kökləri kimi, yəni ağacın kökləri formasında, yəni hansı proses hansı prosesin child'ıdır, yəni onun kimi göstərir. Görürsüz yoldaşlar. Yəni ki, nədən əmələ gəlib? Root prioritet kimi göstərir. Yəni nə hansı proses nədən əmələ gəlib? Məsələn, PS fax məsələn əmələ gəlib -5-dən, o əmələ gəlib SSHD-dən. Belə göstərir. Bu çox qəşəng komandadır. Gəlin sizə yoldaşlar daha bir maraqlı mövzudan danışım. Limiting məsələlərindən danışım. Yəni nice və renice'dan danışım. Biz yoldaşlar top komandası versək, görərik ki, hər bir prosesin bir prioriteti və nice value'su olur. Gəlin göstərim sizə. Top komandası versək, görürsünüz yoldaşlar, hər bir prosesin bir prioritet ID-si var, bir də nice value ID-si var. Bu nə deməkdir yoldaşlar? Deməli, ümumiyyətlə prioritet bilirsiniz də nə deməkdir? Prioritet burada gördüyümüz prioritet həmin o prosesə verilən dəyərdir. Yəni bir növ privilegiyadır, yəni bir üstünlükdür. Yəni prioritet dəyəri və bu prioritet dəyərində bir aralığı var. 0 ilə 39 aralığında yerləşir. Əgər o 0 ya 1 ya 2-dirsə, yəni 0-a yaxındırsa, bu o deməkdir ki, biz həmin prosesə daha çox belə deyim, daha çox dəyər vermiş oluruq. Yox, əgər 39-a yaxınlaşsa o proses, yəni 39-a yaxın bir prioritet ID təyin etsək, bu artıq o deməkdir ki, həmin o proses daha az dəyərə sahib olmuş olur. Bu nə deməkdir yoldaşlar? Daha az dəyərə sahib olmaq. Yəni sistem həmin prosesə daha az resurs, yəni CPU və RAM verir. Əgər sənin resursun azdırsa və sistemi belə deyim də, sənin resursun azlığı belə təsəvvür edin və sənin 2 dənə həmin resursunu 2 proses arasında bölmək istəyirsən. Prioriteti 0-a yaxın olan daha yüksək verirsən ki, yəni hansını ki sən resurs istəyirsən daha çox sərf eləsin, prioritet ID-sini 0-a yaxın verirsən ki, mənim məsəl üçün bu prosesim daha çox yəni resurs istifadə etsin. Və bütün bu prosesləri default prioritet ID-si 20 olur. Nə komanda versək, yoldaşlar görürsünüz burada bax 20. Yəni default olaraq nə komanda versək, onun prioritet ID-si 20 olur. İndi misal üçün mən istəyirəm ki, hər hansı bir prosesin prioritet ID-si 34 edim. Çünki mənim üçün yəni həmin o proses heç bir önəmi yoxdur. Yəni prioritet bir proses deyil də, yəni öndə gələn bir proses deyil. Mən istəyirəm ki, misal üçün onun prioritet ID-sini 34 edeyim. Bunu mən yoldaşlar birbaşa hər hansı bir komanda ilə prioritet ID-sini dəyişə bilmirəm. Bunu ancaq mən həmin prosesin nice value-sunun dəyişməklə yəni eləyə bilirəm. Yəni nice ID-sini mən dəyişəndə avtomatik olaraq onun prioritet ID-si də dəyişmiş olur. Həmişə yadda saxlayın, prioritet və nice value arasında 20 fərq olur. Gəlin bunu sizə yazılı şəkildə göstərim. Paint açın. Deməli belə bir şey. Yazaq bura. Bunu qalın seçək. Bundakı 36. Deməli yoldaşlar. Mən bura yazıram. Counter dəvətkə taxdım. Bu sönəcək. Mən bura yoldaşlar yazsam, mən belə bir şey yazım göstərim sizə. Onda tam rahatlıqla başa düşəcəksiniz nə demək istədiyimi. Var prioritet. Evet. Çox iş oldu. Bunu biraz balacalaşdıraq. Prioritet. Qısaca PR yazılır. Top komandası verəndə terminalda. Və onun dəyəri
0 və 39 arasında olur. Və default olaraq da hər hansı bir komanda verəndə biraz belə vereyim. Default olaraq da həmin prioritetin dəyəri 20-dir. Bir də var nice value. Nice value isə bu cür yazılır. Və onun da dəyəri -20 ilə avtomatik olaraq -20 və 19 arasında olmuş olur. Və bu nice value-nun da default bir dəyəri var, o da 0-dır. Default 0-dır. Əgər mən belə deyim də, sizə belə bir iki dənə düstur kimi bir şey verəcəm yoldaşlar. Bir verəcəm prioritetə görə nice value necə tapırıq? Bir də nice value görə prioriteti necə tapırıq? Biz əgər prioritetə görə nice value tapsaq, belə eləyək. Prioritetə görə nice value tapsaq, komanda bu cürdür. Diqqətlə baxın yoldaşlar. Nice bərabərdir. Çünki nice value tapmalıyıq. Nice bərabərdir. Prioritet minus 20. Yox, əgər biz nice value-yə görə prioriteti tapmaq istəsək, o zaman prioritet bərabərdir. Nice value, nice üstəcələk 20. Yəni ki, yoldaşlar, belə izah edeyim də, mən hər hansı bir yəni belə izah edeyim yoldaşlar, başa düşəsiniz. Sənin bir VM-in var və həmin VM-də sən hər hansısa bir önəmli bir application çalışır da. Sənə lazımdır ki, o birlər sönsə belə, o bir proseslərin sönsə belə, sənin həmin sənin üçün vacib olan application hansıdırsa, onun prosesi, servisi, yəni qalsın. Bunun üçün sən həmin o servisin, prosesin prioritet ID-sini 0-a yaxın verməlisən ki, həmin o proses ölməsin də, yəni daha ölməsin deməyim, daha çox, yəni CPU və RAM istifadə etsin, daha çox resurs istifadə etsin ki, o heç vaxt ölməsin, ayaqda qalsın da, yəni sönməsin. Resursa görə, yəni sıradan çıxmasın sənin application. Bunun üçün də yoldaşlar, misal üçün, sən prioritet ID-sini 4 eləmək istəyirsən də, düzdür. Yazırıq 4 bərabərdir. Yəni, belə eləyək, ortadan yazaq. 4 bərabərdir. Yoldaşlar, nice. Necə idi düzdür? Prioriteti tapanda, prioritet bərabərdir nice plus 20. Ona görə də nice plus 20 yazırıq və nice dəyərimiz də olur -16. -16 olur. Bu nice value-nu da təyin etmək yoldaşlar 2 cür olur. Birinci məsələ odur ki, əgər biz hər hansı bir prosesi sıfırdan özümüz başladırıqsa, yəni düsturla yazdım, indi göstərəcəm sizə, belə deyim də, sıfırdan başladırıqsa hər hansı bir prosesi, o zaman nice, düstur bu cürdür. Düstur deyəndə, yəni komanda bu cürdür. Nice minus n eləmək istəyirik, misal üçün 4 sleep olsun 2400 və ampersand işarəsi. İkinci hal isə odur ki, bizim hər hansı bir başlamış prosesimiz var, yəni o arxa fonda işləyir. Biz istəyirik ki, onun nice value-sunu dəyişək. Onda isə renice komandasından istifadə olunur. Renice minus n, misal üçün deyək ki, prioritetini qaldırmaq istəyirik, eləyək ki 34. Renice bir dəqiqə yoldaşlar, üzr istəyirəm, səhvə yol verdim. Bu arada bir şey deyim. Biz prioritet və nice dəyəri verəndə
buradakı aralıqdan verə bilirik. Məsəl üçün, nice value maksimum 19 verə bilərik, prioritet ID-si maksimum 39 verə bilərik. Biz əgər yazsaq ki, nice bərabərdir, renice minus n 10 yazsaq, 10 yazsaq. Çünki 10 bu aralığa daxildir. Və minus p və həmin o prosesin ID-si. İndi izah edəcəm. Gəlin göstərim yoldaşlar bizə. Əvvəlcə baxaq görə bizim mənasız bir prosesimiz var, yoxdur. Biz birinci кейsi göstərim. Sıfırdan nəsə bir proses başladırıqsa, nice minus n və yaxud dedik 4 vermək istəyirik. Misal üçün sleep olsun 1500 ampersand və job seriyə baxaq. Var. Top yazsaq. Həmin o sleep'i buradan tapaq. Görürsünüz yoldaşlar. Normalda default 20 idi də, düzdür və nice value'su 0 idi. Amma mən nice value'sunu 4 verdim, yəni avtomatik onun prioriteti 24 oldu. Görürsünüz yoldaşlar. 24 oldu. Bu isə o deməkdir ki, yəni mənim bu sleep prosesimə resurs az ver. Və mən əgər istəsəm, gəlin belə bir şey deyək. Pidof, sleep yazsaq, həmin sleep'in proses ID-sini görürük. Və mən əgər istəsəm ki, bunu renice edeyim də, mən bunun prioriteti 24 istəmirəm. Və nice value'su bayaq 4 vermişdim. İstəyirəm ki, nice value'su indi olsun. Bunun nice value'su olsun 10. Bu üçün də indi renice komandası var. Renice verirəm. Renice minus n verirəm 10 minus p və proses ID-si 5902. Görürsünüz ki, yoldaşlar, deyək ki, sənin əvvəlki nice ID-in 4 idi, indi nice ID-in oldu 10. Və mən top yazsam, aşağı gəlsəm yenə. Görürsünüz yoldaşlar. Sleep 4 idi, olub 10 və prioriteti 30 olub. Biz elə ki, buna daha da az gəlib ki, şey veririk də, prioritet veririk. Yəni. Biz demişdik axı, yoldaşlar, burada baxın yoldaşlar. 39-a yaxınlaşdıqda biz bunu daha az prioritetli hesab olunur da. Amma 0-a yaxınlaşdıqda daha çox prioritetli hesab olunacaqdır və resurs daha çox istifadə olunacaqdır. Bir də yoldaşlar, onu göstəreyim. Biz burada həmin proses ID-sini bir də baxaq. 5902. Biz həmin bu sleep'in proses ID-sini burada topda K hərfinə düyməsinə basmaqla proses ID-sini 5902 idi. 5902 yazmaqla və 9 siqnal göndərməklə və həmin o sleep'i kill etmiş buluruq. Yəni bu cürdə kill edə bilirik. Sonra nədən danışım? Sizə nə qaldı yoldaşlar? Nə deyim, nədən danışım? Həmin bu, onu da deyim, unutdum. Həmin burada top komandasında bu erti var. Bir dənə görürsünüz bu erti. Erti nədir? Erti, prioritet ID-si erti olan bu real time vaxt prioritetli prosesdir. Yəni ki, belə deyim yoldaşlar, bu proseslər, həmin bu prioritet ID-si erti olan proseslər ən yüksək prioritet ilə işləyir və normal nice əsaslı proseslərdən üstün sayılır. Onlarda CPU verilməsində üstünlük verilir. Yəni daha çox CPU-nu ona verirlər. Bu cür proseslər, yoldaşlar, bu cür proseslər
sistemi çox yükləyə bilər. Çünki onlar, belə deyim yoldaşlar, digər prosesləri gözləməyə məcbur edə bilər. Çünki deyə bilər ki, qoy birinci mən işləməliyəm, çünki CPU RAM ona daha çox veriləcək. Prioritet aidiyyəti çünki sıfıra yaxın olmalıdır. RTD-dir zaten. Bu hətta sıfırdan belə bir növ üstünlük sayılır da. Digər avtomatik olan digər prosesləri elə ola bilər ki, gözləməyə məcbur edə bilər ki, sən gözlə, qoy mən öz işimi qutaram, sonra sən işləyərsən. Və hər bir prosesin maksimal işlətdiyi bir CPU limiti var. Əgər həmin prosesə CPU limiti qalxmağa qədər, belə də biz ona həmin CPU limitinə yoldaşlar baxa bilərik və həmin o CPU limitində biz özümüz dəyişə bilərik. Əgər həmin prosesdə CPU limitinə qalxmağa qədər tələb varsa, o CPU limiti ondan sonra qalxacaq. Yəni tələb olmasa, heç bir prosesin CPU limiti qalxmayacaqdır. Biz bunu task set komandası ilə görə bilərik. Birinci nə edirik yoldaşlar? Task set dash help yazsaq. Deməli, sonra yazırıq misal üçün. Bir dənə komanda verək. Sleep 200 ampersand 5927-ni görürsünüz yoldaşlar. Bunun proses ID'sidir. Sonra mən default olaraq bu 5927 adlı mənim bu prosesimin default olaraq nə qədər CPU xərclədiyini görə bilərəm. Bunun üçün də task set minus PC. Burada da mənaları var. P proses ID-sidir. C də CPU listini göstərir. PC və proses ID-sini yazıram. 5927. Bu deyir ki, mənim həmin bu 5927 prosesimin sənin maksimum qalxacağın CPU limiti 0.1-dir. Bu nə deməkdir yəni? Yəni 2 CPU-dur. Yəni maksimum 2 CPU-ya qədər qalxa bilir. Mən əgər istəsəm ki, bunu 2 yox, 4 eləyim. O zaman mən task set komandasını verirəm. Task set minus PC və verirəm ki 0 minus 3. Yəni 0, 1, 2, 3. Sonra 5927 versəm nə dedi? Dəyişmə daxil. Bəlkə belə verməliyik. Verə bilmirik. Nəyə görə verə bilmirik? Yoldaşlar, indi yadıma düşdü. Çünki mən bu virtual maşına VM-ə maksimum 2 CPU təyin eləmişəm. Göstərim sizə. Unutdum. Görürsünüz? Maksimum, yəni 1 core, 2 CPU. Ümumilikdə total 2-dir. Mən buna maksimum 2 verdiyimə görə mən ancaq 2 verə bilirəm. Əgər mən burada misal üçün CPU bu virtual maşın üçün 4 təyin eləsəydi, mən buna 0.3 komandası yazmaqla buna mən 4 CPU ayırmış olacaqdım. Belə deyim yoldaşlar, bu komandalar var, adi bu task set komandası. Bunu əzbərləməyə ehtiyac yoxdur. Sadəcə bilin ki, belə bir şey var. Ümumiyyətlə Linuxda çalışın komanda əzbərləməyin. Sadəcə bilin ki, belə bir şey var və onu mən internetdən axtarıb rahatlıqla tapa bilərəm. Sonra gəlin danışaq sizə top komandasının haqqında ətraflı məlumat vereyim. Yoldaşlar, burada görürsünüz, pid var, user var, peer var, new var, virt var. Bunların hamısının haqqında məlumat verəcəm. Başlayaq birinci res nədir? Res, resident memory sayılır. Bu nə deməkdir? Bu prosesin hazırda fiziki RAM-da istifadə etdiyi, sənin fiziki RAM-da istifadə elədiyin real yaddaşdır. Bu swap deyil, yəni. Yəni swapdakı yaddaşı göstərmir. Fiziki RAM-dakı yəni yaddaşı göstərir. Yəni prosesin birbaşa istifadə elədiyi və hal-hazırda RAM-da işləyən bir hissəsidir. Misal üçün, burada əgər 120 M olsaydı, bu o demək olacaqdı ki, bu proses 120 megabayt fiziki istifadə edir. Burada misal üçün, görürsünüz, SSHD var, görürsünüz, getdi. Buna baxaq, sistemdir.
16676 kilobayt, 16 megabayt istifadə edir. Sonra var SHR. Bu shared memory adlanır. Bu nə deməkdir yoldaşlar? Bu bir prosesin digər proseslərlə paylaşdığı, yəni ortaq paylaşdığı bir prosesdir. Məsələn, libraries, kitabxanaları misal göstərmək olar. Bu yaddaş yoldaşlar birdən çox proses tərəfindən istifadə oluna bilər. Əgər biz burada görsək ki, 20 M hərfi var, böyük M. Bu deməkdir ki, shared memory 20 megabaytdırsa, yəni digər proqramlar birlikdə 20 megabayt xərcləyir. Sonra virt var. Virt nədir yoldaşlar? Bu da çox önəmlidir. Virt virtual memory size sayılır. Bu proses üçün ayrılmış ümumi yaddaş sahəsini göstərir. Bu prosesə təyin olunmuş ümumi yaddaşın belə deyim də cəmini, totalını göstərir. Bura nələr daxildir yoldaşlar bu virtə? Bu virt nələrin cəmidir? Belə desə daha düzgün olar. Birinci bu res vardır, resident memory. Bu nələrin cəmi olduğu mən sizə deyim. Birinci yəni resin resident memory var. Bu həmin virt dəyərin içində göstərilən bu. Burada bir dəyər varsa, onun içinə ora resident memory da aiddir. Sonra paylaşılan bu shared memory da aiddir. Sonra burada görsənməyən, hal-hazırda istifadə olunmayan, lakin bir prosesə ayrılmış virtual yaddaş da aiddir. Sonra swap yaddaşı da aiddir. Swap yaddaşı bilirsiniz nədir? Əgər RAM çatmırsa bir nəyisə işləməsi üçün diskin swap hissəsindən götürüb istifadə edir. Yəni RAM-da yer yoxdur, yəni dolub daşır və gedir diskin swap hissəsindən istifadə edir. Bu da belə. Yəni bu virddə mən dediyimə bəğlar. Yəni ki, tutalım virddə siz görsəz ki 1.5 GB yazılıbsa, bu deməkdir ki, proses 1.5 GB RAM istifadə edir. Bu sadəcə ümumi potensial yaddaşın sahəsini göstərir. Yəni ümumi potensial yaddaş sahəsi üçün, yəni ümumi ayrılan bir rezerv olunan bir sahəni göstərir. Sonra mən sizə nədən danışa bilərəm yoldaşlar? Sonra. Burada olan dəyərlər var, onlardan danışaq yuxarıda. Deməli, bu ümumi task göstərir ki, 227-dən cəmi task var. Biri run'dır, 226-sı sleepingdir. Sleeping o demək deyil ki, stop olunub. Bir saat gözləmədədir. Vaxtı gəndə bunlar da işləyəcək. 0 stop olunub və 0 zombidir. Burada gördüyünüz bu vaxtı göstərir, saatı göstərir ki, saatı göstərir və ondan sonra bu 4.25 nədir yoldaşlar? 4.25 odur ki, 4 dəqiqə 25 saniyədir sənin CPU istifadə olunur. Yəni bu qədər vaxtı ki, sistem mənim CPU-mu istifadə edir. Bir dənə userdir. Load average var yoldaşlar. Bu load average nədir? Burada gördük 3 dənə hissə var. Bu 1 dəqiqədir. Bu son 1 dəqiqəni göstərir bu hissə. Bu son 5 dəqiqəni göstərir. Bu da son 15 dəqiqəni göstərir. Əgər belə deyim, sənin 4 CPU-un varsa, misal üçün 2 CPU, 2 core varsa, ümumilikdə 4 CPU-un varsa, əgər sən burada gəlib görsən ki, burada 1-dir və yaxud 2-dir, burada qorxmalı bir hessindən yoxdur. Əgər sən görsən ki, bu üçündən hər hansı birində 4 yazılıb, artıq narahat olmağa dəyər ki, sənin CPU-un dolub daşır. Yəni, son 1 dəqiqəni göstərir, son 5 dəqiqəni göstərir, son 15 dəqiqəni göstərir. Yəni, maksimum burada olan sənin CPU-nun göstərir ki, məsələn, son 1 dəqiqədə maksimum nə qədər qalxıb. Əgər sən gəlib görsən ki, sən 4 vermirsən, ümumi səndə 4-dür də, CPU vermirsən maşına, gəlib olub, misal üçün, 6. Bu deməkdir ki, sən virtual maşının və yaxud da ki, maşınımın başını bıraq da, yəni artıq işdən keçib getəcək. Ona görə bu daim nəzərdə saxlamaq lazımdır. Həm də ki, belə deyim də yoldaşlar, elə ola bilər ki, sən işlədiyin yerdə bir dənə işçi gəlib deyə bilər ki, mənim maşınımda deyir, CPU olub, misal üçün, 3, mənim Linux'um işləmir, donub. Sən gəlib baxırsan ki, görürsən ki, sən həmin maşın üçün verdiyin CPU atıram 8-dir. Onda görürsən ki, sən o
Linux'un donmağı, maşınının donmağı CPU-ya görə deyil. Çağırırsan deyirsən ki, bura bax, sənin maksimal 8 vermişəm də, yəni 8 var. Limit təyin olunub CPU üçün. Amma burada 3-dür. Yəni buna görə deyil. Gedib araşdırıb tapmaq lazımdır ki, nəyə görə o Linux maşını donur. Bu önəmli məsələlərdən biridir. Sonra yoldaşlar, nə edeyim sizə? Bu CPU-nu göstərir. Bu CPU-ya baxanda, bu top komandasını verəndə bir düyməsinə gəlib baxsaq, bir düyməsinə bassaq. Biz bir düyməsinə baxanda CPU-nun korlarını belə alt-alta göstərir. Görürsən, 2 dənə kor var, 2 CPU-muz var. Və CPU çox ağıllı işdir. Yəni yüklənməsini hər dəfə eyni kora vermir. Bir dəfə misal üçün bir kora verir, sonra növbəti dəfə ardıcıl olaraq, yəni paylayır elə ki, o CPU korları arasında yüklənməyə qoymur. Sonra yoldaşlar, nədən danışım sizə? Mən sizə şeydən danışım. Deməli, burada görürsünüz yoldaşlar. Bunlar var. IDD, WAD, HED, SED. Bunlar haqqında da məlumatımızın olmağı çox önəmlidir. Bunların hər biri nə demək olduğunu mən sizə indi izah edeyim. Deməli yoldaşlar, birinci gördüyünüz bu US var. Bu user space-i göstərir. Bu nə deməkdir? Yəni istifadəçi proqramlarının, yəni sənin işlətdiyin applicationlərinin istifadə etdiyi CPU-nun vaxtıdır. Onu göstərir. İkinci göstərir, misal üçün SI yazılan var. SI. Bu sistemin kernel space-ini göstərir. Bu Linux kernelinin, yəni sistemin özünün istifadə etdiyi CPU vaxtıdır. Məsələn, driverlər, sistem çağırışlarını misal göstərə bilərik. İkinci var, burada yoldaşlar, NI var. Bu nədir? Bu nice dəyəri verilmiş proseslər üçün CPU vaxtını göstərir. Sonra burada ID var, ID. Bu idle deməkdir, boşda olan. Yəni bu CPU-nun boşda olduğu, yəni heç bir iş görmədiyi vaxtdır. Görürsünüz yoldaşlar. Ən yüksəkdir, yəni demək olar CPU istifadə eləmir, yəni mən bu virtual maşını. Sonra WA var. WA. Bu nədir yoldaşlar? Bu input output wait deməkdir. Yəni ki, CPU-nun diskdə və digər device'larda məlumatın oxuma və yazma üçün ayırdığı, gözlədiyi vaxtdır. Çoxdursa disk yavaş və disk yavaş işləyəcək və sistem gözləməyə səbəb olacaq. Sonra HE var. HE. Bu nədir yoldaşlar? Hardware interrupts. Bu o deməkdir ki, yoldaşlar, CPU-nun hardware, yəni interruptlarına, yəni kəsintilərinə, yəni avadanlıq device kəsintilərinə cavab vermək üçün sərf elədiyi vaxtdır. Sonra var software interrupt. Bu da yəni CPU-nun proqram təminatına gələn kəsintilərə sərf etdiyi vaxtdır. Sonra ST var. ST still time-dır. Bu da ki, CPU-nun digər virtual maşınlar tərəfindən oğurlandığı vaxtdır. Yəni əgər sənin virtual maşının içindəsənsə, ST yüksək ola bilər. Bu o deməkdir ki, yəni həmin host maşın digər VM-lərdən daha çox CPU istifadə edir. Sonra mən sizə nədən danışa bilərəm yoldaşlar? Qoyaq onu baxın. Sonra mən sizə danışa bilərəm zombi proses. Burada görürsünüz zombi proses, zombi yazılıb. Zombi proses nədir yoldaşlar? Zombi proses stopped olunmuş, yəni dayandırılmış bir prosesdir. Amma həmin o proses parent tərəfindən silinə bilmir. Yəni unmanageable vəziyyətdədir, unmanageable state-dədir. Bu zombi proses sayılır. Sonra burada yoldaşlar buffer cache var. Bu da çox maraqlı söhbətdir. Buffer cache hissəsi
RAM-da sistemin müvəqqəti saxladığı fayl və məlumatların sadə dillə desək, belə deyək də, buffer sistemin yazmaq üçün diskə göndərməyə hazır, yəni müvəqqəti saxladığı məlumatlardır. Cache isə sistemin oxuduğu faylları yadda saxlamağa ayırdığı hissədir. Və növbəti dəfə eyni fayla əgər müraciət etmək istəsə, eyni faylı oxumaq istəsə, fiziki disk yüklənməsin deyənə gedir bu cache-dən oxuyur. Bu da işi daha sürətli eləyir. Buffer-ı belə deyim də yoldaşlar, belə sizə izah edə bilərəm ki, düşünün ki, sizin belə deyim də bir diskiniz var. Bu diskə misal üçün atıram. 2 GB bu disk maksimum məlumat saxlaya bilər. Amma sənin bu disk və nə bilim 2 GB-dan da artıq məlumat gəlir də. Nə bilim 10 GB, 15 GB. Və sən nə edirsən? Götürürsən elə bir ki, bir dənə böyük yaddaş həcmi olan böyük hard disk alırsan, məsələn 1 TB. Məlumatları orada saxlayırsan və həmin o lazım olduqca o 2 GB olan hard diskdən məlumatları ötürüb oradan boşaldıb lazım olan məlumatları həmin o böyük hard diskdən çəkirsən. Bir növ bu deməkdir. Cache isə sən ən çox istifadə olunan məlumatların, cache-də daimi müraciət olunan məlumatların cache-də cache-lənir ki, lazım olanda getsin oradan oxusun. Daha sürətli işləmək üçün. Sonra yoldaşlar nə var? Sizə də danışa bilərəm. Free-m komandası var. Free-m komandası. Yox, ondan əvvəl bunu deyəcəm. CPU list komandası var yoldaşlar. CPU list komandası. Ya da ki necə idi? List CPU idi, necə idi komanda? Bir xatırlayım. O komanda necə idi? Hal-hazırda unutdum. LSCPU. LSCPU komandası var. Bu CPU haqqında daha ətraflı məlumat göstərir. Göstərir ki, CPU-nun modu 3264 bitdir. Sonra göstərir ki, 2 CPU var. CPU modeli haqqında göstərir. Və daha nələr göstərir. Çoxlu məlumatlar göstərir. Sonra free-m komandasını mən sizə dedim. Bu isə yaddaş RAM haqqında daha detallı məlumat göstərir. Göstərir ki, total bu qədərdir, istifadə olunan bu qədərdir, free bu qədərdir, buffer bu qədərdir və s. və ilə axır. Elə ola bilər ki, yoldaşlar, bax görürsünüz, burada bu qədər 451 istifadə olunub bu yaddaşdan da, amma 963 şeydir, boşdadır. Sizə sual verə bilərlər ki, necə olur ki, mən bu qədər yaddaşım var və mənim istifadə oluna bilən yaddaşım bu qədərdir, amma 963 yazılır. Sən deməlisən ki, sənin o 490-ı, həmin yaddaşın 490 kilobaytını, həmin sənin buffer, daha doğrusu cache istifadə edib. Elə olar ki, buffer daha çox istifadə edəsən, sənin burada film misal üçün qalsın 200. Və sən bu sualı sənə verəndə rahatlıqla cavab verə bilməlisən. Nə qaldı yoldaşlar? Mən sizə demədiyim. Slayda baxalım bir dənə. Proseslərdən, şeylərdən, joblardan danışdım. Bunları dedim. Ctrl-D, Ctrl-Z, Ctrl-C, F2, B2 dedim. Bunları mən sizə tapşırıq üçün hazırlamışam. Əgər bu arada yoldaşlar dərsin slaydlarını istəyirsinizsə, öz e-mail adresinizi mənə yazaraq dərsin, hər dərsin slaydını əldə edə bilərsiniz. Prioritetin nice ilə tənzimlədiyini göstərdim. Sonra clean siqnallarını mən izah elədim. Bir dənə qaldı yoldaşlar. Bir də qaldı tuned ADM var, tuned ADM. Bu imtahana düşür, qoy bunu da deyim. Tuned ADM bir növ Windows'da profillər var.
Yəni rejimlər var, profillər. Bir növ elə ki, Linuxda da bir, yəni sən Linuxda maşının rejimini dəyişirsən, profilini dəyişirsən. Və sən onu dəyişəndə həmin sənin o sistemin həmin o profilə uyğunlaşır. Hə, misal üçün, orada hansı profillər ola bilər? Desktop profili ola bilər, PowerShell profili ola bilər, nə bilim, və s. və ilə axır digər profillər ola bilər. Ha, bu arada PowerShell profili misal üçün daha az enerji ilə işləməsi üçündür sənin virtual maşının. Onun üçün də biz birinci tund ADM yazsaq, tund ADM list yazırıq. Niyə yoxdur? Ola bilsin ki, bu artıq istifadə olunmur Red Hat 9-da. Yəqin ona görədir. Maraqlıdır. Tund yazanda çıxmır. Tabuqası. Yox. Yoldaşlar, bu deyəsən Red Hat 9-da artıq işləmir. Amma bu nə üçün idi? Gəl mən sizə göstərim. Bu belə birinci sən yazırsan yoldaşlar. Yəni göstərə bilmirəm də, yəni işləmədi o komanda var məndə Linuxda. Peki bunu biz yükləməliyik. Dəqiqə. Deməli, belə bir şey var. Biz bunu yükləməliyik. Yum install. Tapmadı. Axı var burada. Gəl belə eləyək. Qoy yükləsin, göstərəcəm. Bu imtahana düşür yoldaşlar. Ancaq bunu mən sizə göstərməliyəm. Yüklənsin. Az qalmayacaq. Demək olar yükləndi. Mən birinci əgər tund ADM list yazsam, burada görürsünüz müxtəlif profillər çıxır. Biz profilləri təyin eləməklə öz virtual maşınımızı bu virtual profillərə uyğunlaşdıra bilirik. Biz istəyə bilərik ki, görək bizdə hal-hazırda hansı profil aktivdir. Onun üçün də tund ADM aktiv yazırıq. Deyir ki, hal-hazırda
aktiv profil yoxdur. Və biz deyə bilərik ki, bütün ADM recommended komandası var. Deyə bilərik ki, bizə hansı dip profili məsləhət görürsən. O da deyir ki, virtual guest-i məsləhət görürəm, bu profili məsləhət görürəm. Biz bu profili təyin eləməkdən ötürü bu komandanı verməliyik. Ne diyeyim? Profile virtual guest. Və apply olundu və aktivə bassaq, görərək ki, hal-hazırda bizdə virtual guest profili artıq aktivdir. Belə yoldaşlar, bugünkü dərsimiz bu qədər. Düşünürəm ki, çox maraqlı və faydalı dərs oldu. RHCCA mövzusundan da hətta artıqlarını dedim, elə düşünürəm. İmtahana nələr düşür, onları da sizə göstərdim. Növbəti qəşəng maraqlı dərslər gələcək. Məsəl üçün, bu dərsdə mən sizə dedim, boot prosesi maraqlı dərslərdən biridir. Onu ayrıca bir dərs hazırlayıb izah edəcəm. Bu Red Hat mövzularını bitirəndən sonra inşallah çalışacağam. Red Hat injiner səviyyəsində, Red Hat yəni Linux injiner səviyyəsində də dərslərimizi keçək. Sizə məlumatlar verim, öyrədim. Bilməyənlər üçün faydalı olsun inşallah. Və gələcək zamanda inşallah network və sistem dərsləri gələcək. Hətta DevOps dərsləri də düşünürəm ki, hazırlayım. Vaxt tapsam inşallah onları da hazırlayacağam. Belə yoldaşlar, çox sağ olun. Yəni mənim kanalıma abunə olmusunuzsa təşəkkür edirəm. Olmayanlara isə məsləhət görürəm, təklif edirəm. Kanalıma abunə olmamısınızsa, orada zınqırovu aktivləşdirin ki, mən hər dəfə kanala yeni video yükləyəndə məlumatınız olsun. Videoları bəyənin. Öz dostlarınıza, yoldaşlarınıza, IT yeni başlayanlara, Linux-u öyrənənlərə rekomend eləyin, yəni önərin. İnşallah yaxşı dərslər olacaq. Sağ olun, salamat qalın.